cavan, salam əziz tələbələr. Sizi yeni təhsil ilində salamlayıram. İlk növbədə sizə magistratura imtahanları haqqında məlumat vermək, daha sonra isə ingilis dilindəki magistr imtahanları, daha doğrusu magistr imtahanlarında ingilis dili necə düşür, hansı qaydalarımız var, necə həll eləyək ki, az vaxt ərzində ingilis dilini tamamilə rahatçılığına çatdıraq, bunun haqqında məlumat verəcəm. Let's go. Bilirik ki, ingilis dili bəzilərimiz üçün həqiqətən necə deyirlər, qorxulu bir röyadır. Amma bunu daha asan formaya gətirmək təbii ki, bizim öz əlimizdədir. İstəyirsiniz dərslərimizə qoşulun, istəyirsinizsə self-study üsulu ilə təbii ki, bunu bacara bilərik. Uşaqlar, ingilis dilində, daha doğrusu magistratura imtahanında ingilis dili əvvəlkindən tamamilə fərqlənir. Əvvəl bizim qrammatikamıza üstünlük verilirdisə, artıq bizim listening, reading, writing və söz ehtiyatımızın əhəmiyyəti böyükdür. Təbii ki, bu yenə də kurikulumun bizdən istəyidir. Yəni 4 məzmun xətti, ingilis dilində 4 məzmun xətti üzərində inkişaf üçün özünü göstərməlidir. Və artıq uşaqlardan əsas, yəni məqam listening, reading və writingdir. Listeningimiz çox vaxtı B1, B2 levelda, yəni B1, B2 səviyyəsində düşür. Bəzən mən danışanda sizə elə gələr ki, yəni bunu özüm xüsusilə belə vurğulayıram, əslində belə deyil. Yəni sizin rahat öyrənməyiniz üçün, ingilis dilində terminlərə rahat qavramağınız üçün mən bunları həmişə belə deyirəm. Uşaqlar, imtahanlarda deməli B1, B2 səviyyəsində həm listeninglər, həm mətnlərlə qarşılaşacaqsınız. C1 səviyyəsində listeningdə, mətndə olmur çox vaxtı. Yəni bu artıq biraz yuxarı həddidir, ona görə olmur. Sözlər, deməli listeningimiz mətnlərimizə nisbətən sualları daha rahat formada düşür, belə deyim. Suallarda true, false tipli cümlələrdən və yaxud da complete the sentence. Yəni, gələcək günlərdə kanalımıza təbii ki, bunun haqqında videolar yüklənəcək. Sadəcə sizə ümumi məlumat vermək üçün. Deməli, dəqiq bir faktı tap listeningdən, yəni listeningdə eşit tap və yaxud da ki, cümləni tamamla, hansı ki, eyni ilə o cümlə səslənir və yaxud da biraz təhrif olunmuş forması səslənir və siz bu cümləni tamamlamalısınız. Və yaxud da ki, mətndə true statementi və yaxud da false statementi, yəni düzgün cümləni və yaxud da səhv cümləni tamamlamağımızı istəyir. İlk növbədə biz abituriyent vaxtı keçdiyimiz qaydaları da buna misal göstərə bilərik ki, biz adətən abituriyent vaxtı deyirdik ki, əgər bir cümlədə onlu varsa, o %90 səhvdir. Bu elə burada da keçərlidir. Onlu sözü varsa, təbii ki, biz burada şübhələnməliyik. Və yaxud da ki, always varsa, yenə də şübhələnməliyik. Dəqiq vaxt varsa, dəqiq eşitmədiyimiz sürəcə bu səhv ola bilər. Ona görə də mütləq ki, bu məqamlara diqqət etməliyik uşaqlar. Qrammatika təbii ki, keçirilir, yəni magistr hazırlıqlarında keçirilir, amma çox az. Yəni sizin həm söz ehtiyatınıza, yəni listening, readingizə, writingizə kömək eləmək baxımından keçirilir. Söz ehtiyatında da kömək edir qrammatika bu arada. Amma yəni əvvəlki qaydada təbii ki, keçirilmir. Sizin abituriyentdə olan biliklərinizə ehtiyacınız olacaq artıq. Çünki sizin artıq təzədən sıfırdan öyrənməyə vaxtınız yoxdur və bunu da deyim ki, heç naunda imtahana düşmür uşaqlar. Əsas düşür present, daha doğrusu zamanlarımız düşür və modal feillər düşür, passive voice düşür, gerund düşə bilər, complex object düşə bilər. Bu suallar yəni imtahanda ən çox qarşımıza çıxan suallardır. Ümumilikdə deməli bizim 5 listeningimiz 10. 5 listening sualımız qeyd elədiyim kimi 10 dənə, 2 dənə mətndən, məsələn 10 sualın 5-i bir mətndən, 5-i bir mətnə aid sualımız, 5 dənə
qrammatika. O 5 sualın da içərisində 3 dənə qrammatikaya aiddir. İkisi isə deməli söz ehtiyatımıza antonimisiz deyə bilər və yaxud da make up story deyə bilər, yəni belə. Və bizim 5 sonuncu sualımız hansı ki esse sualı. Esse sualı da 20, daha doğrusu 5 bal qiymətləndirilir. Ümumi 20 sualımız olmuş olur. İmtahan necədir? İmtahan 3 daha doğrusu imtahan bitəndən sonra bizə yarım saat vaxt verilir. Hansı ki o yarım saatda vərəqlər paylanılır və o vərəqlər paylandıqdan sonra bizə esse üçün yarım saat vaxt verilir və bu yarım saat ərzində söz ehtiyatı cəhətdən zəngin olan və ardıcıllığı düzgün olan, yəni bizdə essenin şərtlərini ödəyən, hansı ki giriş, əsas və nəticə hissəsi tamamilə düzgün qurulmuş, bir növ elmi dərəcəli esse yazmağınız istənilir. Bu esseni Azərbaycan dilindən yaxşı bilənlər, həqiqətən inşanı yaxşı yaza bilənlər, Azərbaycan dilində esseni yaxşı yaza bilən uşaqlar təbii ki, ingilis dilində də yaza bilərlər. Ola bilər ki, bəzi müdavimlər, daha doğrusu tələbələrimiz başqa dil üzrə yönəlirlər. Dərslərimizə girib baxırlarsa, YouTube-dan dərslərimizə baxırlarsa, uşaqlar, bu elə alman dilində də, fransız və rus dillərində də belədir quruluş olaraq. Və sizə düzdür, qrammatika çox düşməsə də, amma əhəmiyyəti var. Dərslərdə, yəni zamanlardan daha çox məlumat veriləcək. Dərslərimizə qoşulmaq üçün isə aşağıda əlaqə nömrəsi yazılacaq. Həmin əlaqə nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur. Növbəti izah mən keçən il 2020, daha doğrusu bu ildir, amma biz artıq keçən il magistr suallar deyirik buna. 2025-ci il magistr suallarından bəzi qrammatikaya aid testlər var. Onların izahını vermək istəyirəm. Əslində bəzilərimiz üçün çox çətin olmayan testlərdir, amma bu testlərin bəziləri bəzi tələbələr üçün çətin görsənə bilər. Let's go. Həqiqətən dərslərimizdə, daha doğrusu magistr imtahanında bir ayrı həyəcan olur. Təbii ki, yeni bir pilliyə qədəm qoyursunuz, amma əmin ola bilərsiniz ki, bu buraxılış, daha doğrusu buraxılış blok, yəni bakalavriat səviyyəsi üçün hazırlaşdığınız imtahan qədər çətin olmayacaq uşaqlar. Sizə məntiqdə vaxt lazımdır və informatikada dəqiq biliklər lazımdır. Yəni ayrılacaq vaxtın 3 saatın sizə əsas olan məqam odur ki, 3 saatın böyük hissəsi məntiqə ayıra biləsiniz. Çünki məntiqdə hesablama daha çoxdur. Yəni informatika ilə ingilis dilin müəyyən bir az vaxt qismində yazmağımız tələb olunur. Ona görə də ingilis dilində, informatikanda çalışın, demirəm tez bazar, ay tez qutarın, bunu demirəm əsla. Amma məntiqə kifayət qədər vaxt ayırın. Çünki uşaqlar, bu ilki uşaqlar və yaxud da keçən illərdə, yəni magistr pilləsi üçün imtahan verən uşaqlarda ən çox rastlaşdığımız məqam bundan ibarətdir ki, yəni uşaqlar yazırlar 38-37 məntiq. İnformatikanı yəni bilirsinizsə rahatçılıqla yazırsınız. Əzbər demək olar ki, əzbərə dayanır. Orada da bir neçə təbii ki, həll olunmalı tapşırıq var, amma çoxsa əzbərə əsasəndir. Bilirsinizsə yazırsınız, bilmirsinizsə yazmırsınız. İngilis dilində də yəni həqiqətən belədir ki, əvvəldən təməli olan uşaqlar rahat yaza bilirlər. Yəni listening sizin çox böyük üstünlüyünüzdür ki, abituriyent vaxtı listening, reading üzərində öyrənmisiniz. İndi isə sizə bu çətin gəlməyəcək. Həqiqətən deyirəm. Sözdə bir qədər yuxarı səviyyənin sözlərdir. Amma inanın ki, 9-cu sinifin imtahanına hazırlaşan uşaqla eyni cürlə imtahan verirsiniz. Onlar bir qədər, yəni yenə də qeyd edirəm, bir qədər aşağı səviyyədədirlər. Yəni digər heç bir fərqiniz olmur. Ona görə də heç də deməyin, ay çətindir, belədir, elədir. Dərslərimizə qoşulsaz, orada sizin reklamınız ola bilərdi. Dərslərimizə qoşulsaz isə bu daha da rahat olacaq. Uşaqlar, indi isə gəlin, nə haqqında məlumat verdim? Məntiqə təbii ki,
vaxt ayırmalısınız məntiq üçün, yəni hesablama aparmaq üçün vaxt ayırmalısınız. Çünki ən böyük balı sizə məntiq verəcək. İndi isə gəlin suallarımıza baxaq. Deməli, suallarımıza baxaq. Birinci sual, daha doğrusu suallar 16-dan 19 20-yə daxil olmaqla suallarımız. Deməli, necə deyirlər? Qrammatika yönümlü tapşırıqlar idi. 16-cı sualdan bizdən təbii ki, preposition istəyir, yerinə düzgün qoymağı istəyir. Bu sualda deyərsiniz ki, müəllimə, siz sual tapmadınız yükləməyə ki, onsuz bu əzbərə sualdır. Bəziləri deyəcək, çox asandır, müəllimə çox asandır, qaçıb. Dəstək olsanız təbii ki, bütün sualların izahları YouTube kanalımızda olacaq inşallah. Amma yəni öyrənmək istəyənlər asandan çətinə doğru öyrənirlər təbii ki. Bir də deyək Friday. Friday həftəmizin günüdür, cümə günüdür. Cümə günü, daha doğrusu həftənin günlərinin qarşısında on prepositionundan istifadə olunur. On prepositionu A, C, B variantlarında var. Aha, nöqtələr 10 minutes, nöqtələr 7. Uşaqlar, birinci buna diqqət edək. Daha doğrusu ikinci isə arrived in və yaxud da arrived at. Deməli, in böyük olan yerlərlə işlənirdi. Hansı ki, şəhərdir, ölkədir, inlə işlənib. Amma at balaca, məsələn, air station, daha doğrusu train station ola bilər, airport ola bilər. Yəni bunlarla at işlənirdi. Burada in qoyacağıq yəqin ki, amma burada saatlarımız var. Biz ilk növbədə gözümüzə bu çarpmalıdır ki, biz saatlarımızı ətlə, məsələn, at 5 o'clock deyirik, at 10 o'clock deyirik, at 10 p.m. deyirik. Yəni, saatlarımız ətlə istifadə olunur. Bir də bizim qalmış və yaxud da işləmiş var. İngilis dilində bu tamamilə fərqli olur. Tamamilə fərqli olur dediyim, yəni işləmiş ifadəsi ingilis dilində fərqli olur. Əgər 8-ə 10 dəqiqə qalıbsa və yaxud da 7-yə 10 dəqiqə qalıb işləyibsə, çox üzr istəyirəm, işləyibsə bunu necə deyirik? 7-dən, məsələn, 8-ə 10 dəqiqə işləmiş deyirik. 7-dən 10 dəqiqə keçib kimi, yəni türklərdən az-çox biliriksə, türklər də belə işlədir ki, 7-dən 10 keçiyor falan deyir də. İngilis dilində də bu belədir. 7-dən 10 keçir deyirsə, 7, daha doğrusu 10 keçir, 10, 10 past, nə? 10 past, 7, 7, 10 past 7. Və yaxud da 10 minutes past 7, 7-dən 10 keçir. Burada da past yoxdur. Past yoxdursa to, qalmış ifadəsi var. Qalmış ifadəsi isə to'dur dediyimiz kimi to'da da bizim hansı variantlarımız qaldı? Birincidə on, sonuncuya in qoyacağıq. Ya A'dır, ya B'dir. Uşaqlar, heç saat, bu saat var, 7-yə 10 dəqiqə qalıb, 8-ə 10 dəqiqə qalıb, onu boşluqsuz verə bilmərik. Qalmış ifadəsi to'dursa, onu boşluq verə bilmərik. Ona görə də cavabımız A variantı olacaq. Ümidvaram ki, izahımızı başa düşdünüz. Bir də 19-cu sual var. Müəllimə deyərsiniz ki, belə niyə oldu? Uşaqlar, suallar tam olaraq PDF formasında əlimdə yox idi. Daha doğrusu, vərəq formasında əlimdə yox idi. Vərəq olsaydı daha rahat çəkərdim mən bunu. Deməli, 19-cu suala baxaq. Modal verbs istəyir. Yəni, gördüyünüz ən asan ingilis dili suallarından biri ola bilər uşaqlar. Çox asandır. Modal verblərin, yəni, ən, necə deyərlər, ən əlifbası budur. Birincidə to var, ikincidə heç nə yoxdur. To varsa, daha doğrusu ifadələrimizdə A-da hasn't var. Bildiyimiz kimi have to ifadəsi haven't to, hasn't to formasında işləmir. Onun köməkçisi olur, köməkçisi də ya do, ya does, ya da did olur, özünün yükündən asılı olaraq. Hasn't to olmazdı, indiki zamanda da do köməyə gələrdi, do onun S-ni götürərdi, does olardı, notunu götürərdi, doesn't olardı.
Doesn't have to olsaydı o zaman düzgün götürərdik. Amma hasn't ifadəsi tamamilə səhvdir. B ilə C-də must-la mustn't var. Uşaqlar, must-la mustn't-dan sonra to işlənməz, heç vaxt işlənməz. O zaman B, C variantımız da səhvdir. Qaldı D və Y variantımız. D ilə Y-də burada görürük ki, ikinci tərəfimizdə to yoxdur. In order to var, amma to yoxdur da. Birbaşa özündən sonra to gəlməyibsə, modal feil olaraq have-dən sonra birbaşa to gəlməlidir. Gəlməyibsə səhvdir. Y variantını da işlədə bilmərik. Deməli, cavab qaldı D variantı. Daniel had to drive as fast as he could in order to arrive at the station in time. Mənası da ki, üzr istəyirəm uşaqlar. Daniel deməli bacardığı qədər had to sürməlidir. Bacardığı qədər sürətli sürməlidir. He could öz bacardığı qədər sürətli sürməlidir. Deməli, vaxtında stansiyaya çatmaq üçün. Ümidvaram videomuzdan razı qaldınız. Hər birinizə xeyirli olsun. Yeni tədris iliniz. O cümlədən inşallah ki, hər birimiz magistr adını əldə edərik. Hər hansı bir çətinliyiniz olsa və yaxud da dərslərimizə qoşulmaq istəsəz, aşağıdakı əlaqə nömrəsi ilə əlaqə saxlayarsınız. Böyük məmnuniyyətlə sizə köməklik etmək istəyərəm. Dərslərimizdə də hər birimizə müvəffəqiyyətlər arzulayıram. Hər birimizin magistr adının sevinci ilə qarşılaşaq. İnşallah. Sağ olun, salamat qalın uşaqlar.